Nurəddin müəllim üstünlüyü oradadır ki, Nurəddin müəllim sırf məşqçiliyə başlayanda 17-dən başladı gənclərə və gəldi bugünkü gün böyüklərə. Və bugünkü gündə Nurəddin müəllimə biz materialı düzgün sağlam uşağı böyütmək üçün mənim yaş qrupumdan başlayır. Mən düzgün fundament baza qoymalıyam. Rafiq Hüseynov onu biraz bərkitməlidir. Turab Hüseynov onu aşkara çıxartmalıdır. Və bu keçməlidir Vuzros komandaya, kişilərə, böyüklərə. Böyüklərə keçəndə ən azından biz bir-birimizi tamamlayırıq. Axı, Nurəddin müəllim, Turab, Rafiq, mən və komandamız hamımız bir-birimizi tamamlayırıq və bilirik ki, hansı uşaq hansı səviyyədə gəldi, çatdı ora. Bu legioner məşqçi gələndə, bu İranlı niyə bizi başa düşmədi? Nə Rafiqin psixologiyasını bilirdi, xarakterini bilirdi, nə Eldənizin, nə mənim, heç kimin bilmirdi. Ona görə bizlə düzgün davranış aparmadı. Deyirəm, gənclərdən 5 dənə dünya çempionu gəldi, bir il çəkmədə hamısını qovdu komandadan. Çünki onların psixologiyasını bilmirdi. Sən deyən şeyə gəldi, legioner idi. Amma orada, məsələn, özümüzki olsaydı Azərbaycanlı həmin vaxtı, daha başqa cür yanaşacaqdı. Həm də legionerdən legionerə də fərq var. Yenə deyirəm, indi gələn legioner güləşi bilən legionerdir, indiki baş məşqçi İranlı. Amma o elə də güləşi bilən deyildi. Prosto gəldi, oturdu, boş-boşuna Rafiqin, mənim, Eldənizin boş-boşuna cavanlığımızı aldı. Gördün və gör hansı kadrlar əldə, yenə də şükürlər olsun ki, sonradan nəticə verir. Ancaq o həmin ərəfədə olsaydı, gör nələr əldə edərdiniz. Və hərdən jurnalist hansısa bir verilişdədir. Mənə deyir ki, necə olur? Sən 23-24 yaşında, ən yaxşı yaşında haradaydın ki, 30 yaşında nəticə verirsən Avropada, dünyada. Və həmin yaşlarda haradaydın? %100. Deyirəm, onu İranlı məşqçilərdən soruşmaq lazım.